Təcili xəbər, şok. Qaz 2 qat bahalaşır, limitlər ləğv edilir. Bu qış evlərinizi necə qızdıracaqsınız, əziz təqaüdçülərimiz? Mən bir hüquqşünas kimi illərdir ki, sizin hüquqlarınızın müdafiəsi ilə məşğul oluram. Amma bu gün aldığımız xəbər məni də dərindən sarsıtdı. Deyirlər ki, Tarif Şurasının qapalı iclaslarında əhalinin qaz istehlakı limitlərinin tamamilə ləğvi fəal şəkildə müzakirə edilir. Bu o deməkdir ki, əgər əvvəllər siz qənaət edib güzəşli kubmetrlərə sığına bilirdinizsə, indi yeni qərar, nömrə 88 layihəsinə əsasən ayın ilk günündən etibarən hər kubmetrə görə 24 qəpik ödəməli olacaqsınız. Sizin 300 manatlıq təqaüdünüz nəvələrinizin evini qızdırmağa bəs etməyəcək ağsaqqallarımız, ağbircəklərimiz. Bütün ömrünüz boyu zəhmət çəkdiniz, bu dövlətə xidmət etdiniz, övlad böyütdünüz, nəvə gördünüz. İndi isə deyirlər ki, qazın pulunu ödəyə bilməyəcəksiniz. Yadınıza gəlirmi necə o illərdə soyuqdan titriyə-titriyə işə gedərdiniz? Bir parça çörək üçün, bir gələcək üçün necə əlləşərdiniz? O ağır illərdə ölkəmizin bu günlər üçün tikdiyi kərpizlərdən hər biri sizin əməyinizin bəhrəsi idi. Bizim dövlət bugün sizin o əməklə qurduğunuz üzərində dayanır. Amma necə olur ki, indi siz, bu dövlətin təməlini qoyan insanlar, bu qış soyuqda qalmalı olacaqsınız. İndi də o günlər qayıdır. Kimlər bu fikirdədir ki, bizim ağsaqqallarımız, ağbircəklərimiz hər şeyin ən yaxşısına layiqdir? Kimlər razıdır ki, onların zəhməti unudulmamalıdır? Buyurun şərh bölməsində öz ömür yolunuzu, iş stajınızı, bu vəziyyətə münasibətinizi yazın. Qoy hər kəs görsün ki, bizlər kimi, nə çəkmişik. Bəlkə bu şərhlər bir neçə məmuru düşünməyə vadar edər. Bəlkə vicdanlarını oyadar. Bu cür əhəmiyyətli məlumatları, hüquqi məsləhətləri qasırmamaq, öz hüquqlarınızı bilmək üçün kanalımıza abunə olmağı unutmayın. Çünki biz bir yerdə güclüyük və yalnız birlikdə hüquqlarımızı qoruya bilərik. Unutmayın ki, əvvəllər vəziyyət nisbətən fərqli idi. Bəli, həmişə qaz qiymətləri, limitlər mövzusu təqaüdçülərimiz üçün ağırlı olub. Hətta əvvəlki illərdə də. Müəyyən limitlər daxilində qaz istehlakına düzəşli qiymətlər tətbiq olunurdu. Məsələn, müəyyən bir kubmetrə qədər, tutaq ki, ildə 1500 kubmetrə qədər qiymət daha münasib idi. Məsələn, 10 qəpik, 12 qəpik civarında. Bu insanlar üçün bir növ təsəlli idi. Ağsaqqallarımız, ağbircəklərimiz hər bir kubmetrin qədrini bilirdilər. Evdə nəvələr varsa, onlar üçün biraz daha çox qaz yandırmağa çalışırdılar. Amma özləri üçün qənaət edirdilər. Nənələr pəncərələri qalın pərdələrlə örtür, qapıların altına yorğan qoyur, sobaların temperaturunu maksimuma qaldırmır, bir otaqda toplaşıb isinirdilər. Çünki bilirdilər ki, o limitləri aşsan, qiymət 2 qat, 3 qat artacaq. Bu bizim insanlarımıza qənaət vərdişi aşılamışdı, büdcələrini planlaşdırmağa məcbur edirdi. Amma həmin limitlər belə bir çox kəndlərdə yaşayan, sobaları yalnız qazla qızdıran insanlar üçün yetərli deyildi. Onlar onsuz da qışın sərt günlərində limitləri aşırdılar və ağır qiymətlərlə qarşılaşırdılar. DSMF-dən gələn cüzi təqaüdlərin böyük hissəsi qaz puluna gedirdi. İndi isə vəziyyət daha da pisləşir. Yeni layihə nömrə 88 deyir ki, artıq heç bir limit olmayacaq. Hər kubmetr 24 qəpikdən hesablanacaq. Bu o deməkdir ki, onsuz da çətinliklə yaşayan təqaüdçülərimizin vəziyyəti dözülməz olacaq. Tutaq ki, bir ayda bir evə 120-150 kubmetr qaz lazımdır ki, orta istilik təmin edilsin. Əgər ev kənd yerində, rayonlarda daha böyüdürsə, 200, 250, bəzən 300 kubmetrə qədər qaz istehlakı olur. İndi gəlin hesablayaq. 150 kubmetr qaz 24 qəpikdən 36 manat edir. 250 kubmetr 60 manat, 300 kubmetr isə 72 manat edir. Unutmayın ki, bizim təqaüdçülərimizin böyük əksəriyyəti cəmi 250, 300, bəzən 350 manat təqaüd alır. Təsəvvür edin, həmin təqaüdün 1/4, bəzən daha çoxu yalnız qaz puluna gedəcək. Bəs yemək, dərman, işıq pulu, su pulu, nəvələrə alınan cüzi bir hədiyyə, nəticələrin cib xərci, nə qaldı? Nəfəs almağa yer qalmayacaq. Bu sadəcə rəqəmlər deyil, bu insanların taleyidir, həyatıdır. Bu bir nənənin nəvəsinə soyuqda nə qədər yatdınsa o qədər deyə bilməməsi, bir babanın əlindəki dərmanları almaq üçün qaz pulundan kəsməsi deməkdir. Bu dövlətimizin təməl daşlarını qoyan, illərini bu torpaqlara həsr edən, uşaqlarını böyüdən, nəsillər yetişdirən ağsaqqallarımıza, ağbircəklərimizə qarşı böyük bir ədalətsizlikdir. Onlar zəhmətkeşlikləri, müdrik xəbərdarlıqları və əsl Azərbaycan ruhu ilə cəmiyyətimizi bəzəyən şəxslərdir. Onlar bizim qürurumuzdur, tariximizdir.
İndi isə onların bu cür soyuqla, maddi çətinliklə üz-üzə qalması bir hüquqşünas kimi mənim də qəlbim ağrıdı. Dövlət Sosial Müdafiə Fondu, bizim pulumuzla işləyən bir qurum, bu məsələdə nə edir? Niyə təqaüdlər bu cür kəskin qiymət artımlarına uyğunlaşdırılmır? Axı bu fondun əsas məqsədi vətəndaşların sosial müdafiəsini təmin etmək deyilmi? Gəlin real həyatdan bir neçə misal çəkək. Quba rayonunun Ucqar kəndlərindən birində yaşayan 75 yaşlı Zeynəb nənə var. O tək yaşayır. 2 övladı Rusiyada, biri Bakıda işləyir. Hərəsi ayda bir neçə manat göndərir. Amma Bakıda işləyən övladı özü də çətinliklə dolanır. Zeynəb nənənin təqaüdü 250 manatdır. Onun kiçik bir kənar evi var. Onu da qızdırmaq üçün qışda ən az 200 kubmetr qaz işlədir. Əvvəllər limitlər çərçivəsində biraz qənaət edirdi. İndi isə onun ayda qaza 48 manat ödəməli olacağını düşünəndə dərmanlarına, yeməyinə nə qalır? O illər boyu yun xalçalar toxuyub, əlləri qabar-qabardı. İndi isə o əllər soyuqdan titrəməli olacaq. Nəvələrim gələndə ev isti olsun, balalarım üşüməsinlər deyə hər zaman can yandıran Zeynəb nənə indi özü üşümək məcburiyyətində qalacaq. Və götürək Salyan rayonundan olan 68 yaşlı Əhməd babanı. O keçmişdə kolxozçu olub, kənd təsərrüfatında ağır zəhmət çəkib. İndi isə 310 manat təqaüdü var. Onun evi kənd evləri kimi böyükdür. Bir hissəsi qızının və 2 nəvəsinin müvəqqəti qalması üçün nəzərdə tutulub. Əhməd baba qışda evin hər tərəfini qızdırmasa da, ən azı 300 kubmetr qaz işlətməli olur. Yeni qiymətlərlə bu 72 manat edir. O bu pulu necə ödəyəcək? Bakıda işləyən oğlu da çətinliklə dolanır, ona kömək edə bilmir. Əhməd baba hər zaman qürurlu olub. Qohum əqrəba içində sözü keçən ağsaqqal idi. İndi isə o, nəvələrinin yanına gələndə evi isitməyə pul tapa bilməməkdən xəcalət çəkəcək. Bu, onun ləyaqətinə, əzəmətinə yaraşan bir haldırmı? Bakıda yaşayan müəllimə Rəna xanımın vəziyyəti də fərqli deyil. 73 yaşlı Rəna xanım illər boyu pedaqoji fəaliyyətlə məşğul olub. Onun Bakıdakı mənzili kiçik olsa da, qaz qiymətlərinin artımı ona da təsirsiz ötüşməyəcək. Onun təqaüdü 350 manatdır. Dərmanlara, kommunal xərclərə gedən puldan sonra demək olar ki, heç nə qalmır. Övladları da ailələrini dolandırmaqda çətinlik çəkir, ona dəstək ola bilmirlər. Bu qış necə olacaq? Qazın istisini azaltmaq məcburiyyətində qalacaqlar. Bu da səhhətlərinə mənfi təsir göstərəcək. Bu misallar tək-tək hallar deyil. Bu, yüz minlərlə təqaüdçümüzün yaşadığı acı reallıqdır. Bəs kimlər daha çox risk altındadır? Əlbəttə ki, minimum təqaüd alanlar. Kəndlərdə, rayonlarda yaşayan, böyük evləri olan və ya isitmə sistemi köhnə olan təqaüdçülər. Səhhətində problemləri olan, daimi isti havaya ehtiyacı olan xəstə insanlar üçün bu daha da böyük faciədir. Övladları Bakıda və ya Rusiyada, Türkiyədə işləyən, amma özləri də maddi cəhətdən çətinlik çəkən ailələr də risk altındadır. Çünki valideynlərinə lazımi köməyi edə bilmirlər. Bəs kimlərə artım nəzərdə tutulur? Bəli, müəyyən kateqoriyalara, məsələn, müharibə veteranlarına, şəhid ailələrinə, əlilliyi olan şəxslərə cüzi artımlar nəzərdə tutulur. Amma bu artımlar belə, qaz qiymətlərinin bu cür kəskin artımını kompensasiya etməyə yetərli deyil. Onlar da eyni çətinliklərlə üzləşəcək, eyni soyuqla mübarizə aparacaqlar. Bu, dövlətin sosial siyasətinin iflasıdır. Hökumətin öz ağsaqqallarına, ağbilçəklərinə qarşı etinasızlığıdır. Bu cür insanların əməyi, onların ölkəmizin inkişafına verdiyi töhfələr niyə unudulur? Onlar bu vəziyyətə layiqdirlərmi? Siz də bu vəziyyətlə bağlı öz təcrübələrinizi, çətinliklərinizi bizimlə bölüşün. Bəlkə sizin bir çıxış yolunuz var. Bəlkə siz də oxşar bir vəziyyətdəsiniz. Hansı rayonlardansınız? Nə qədər təqaüd alırsınız? Qaz limitlərinin ləğvi sizin həyatınıza necə təsir edəcək? Kim bilir, bəlkə sizin bir sözünüz, bir hekayəniz bu vəziyyətin dəyişməsinə səbəb olar. Bəlkə sizin yazdığınız cümlələr kiminsə qəlbinə toxunar, kiminsə gözünə asar. Sizin hər bir sözünüz önəmlidir. Çünki bu bizim ümumi problemimizdir. Və yalnız birlikdə bu problemi gündəmə gətirə bilərik. Onun həlli üçün təzyiq göstərə bilərik. Bəs bu çətin vəziyyətdən necə çıxmaq olar? Bir hüquqşünas kimi mən sizə bəzi tövsiyələr verə bilərəm. Amma etiraf edim ki, bunlar problemin köklü həlli deyil. Sadəcə yüngülləşdirilməsinə kömək edə biləcək addımlardır. İlk növbədə evlərinizin istilik izolyasiyasına diqqət yetirin. Bəli, bilirəm, bu pul tələb edir. Hansı ki, sizin təqaüdünüzlə tapmaq çətindir. Amma pəncərələrinizi, qapılarınızı kip bağlamaq, lazım gələrsə köhnə pərdələrdən, yorğanlardan istifadə edərək isti havanın bayıra çıxmasının qarşısını almaq mümkündür. Qaz sayğacınızın düzgün işlədiyindən əmin olun. Hər hansı bir şübhə yaranarsa, dərhal aidiyyəti qurumlara müraciət edin.
Dövlət Sosial Müdafiə Fonduna, DSMF-ə müraciət edin. Bəlkə sizin üçün hansısa əlavə sosial yardım proqramları, ünvanlı dövlət sosial yardım imkanları mövcuddur. Baxın, mən bilirəm ki, bu asan deyil. Bürokratiya çoxdur. Sənəd yığmaq, qapıları döymək insanı yorur. Amma hər bir şansı dəyərləndirməliyik. Bəlkə kimsə sizin müraciətinizi dinlər. Bəlkə hansısa yeni proqramlar tətbiq olunacaq. Hər hansı bir rədd cavabı alsaq, hüquqi cəhətdən bu qərarlara etiraz etmə imkanlarımız var. Yerli bələdiyyələrə və icra hakimiyyətlərinə müraciət etməyi də düşünün. Bəli, onların əsas səlahiyyətləri daha çox torpaq, məişət məsələləri ilə bağlıdır. Amma bəzi hallarda yerli səviyyədə sosial dəstək proqramları mövcud ola bilər. Onlar sizin problemlərinizi dinləməli, yerli səviyyədə yardım etməyə çalışmalıdırlar. Bəlkə sizin məhəllənizdə, kəndinizdə hansısa yerli sosial proqramlar, yardımlar mövcuddur, axtarmaq lazımdır. Bizim qohum-əqrəba, yaxın qonşuluq münasibətlərimiz çox güclüdür. Çətin günlərdə bir-birimizə dəstək olmalıyıq. Bəlkə yaxınlarınız, uzaqda yaşayan övladlarınızın dostları, qohumları sizə cüzi də olsa kömək edə bilər. Ən əsası isə, əgər qaz sərfiyyatınızla bağlı hər hansı bir yanlış hesablamanın qurbanı olduğunuzu düşünürsünüzsə və ya verilən qərarların sizin hüquqlarınızı pozduğuna inanırsınızsa, dərhal hüquqşünasa müraciət edin. Mən bu məsələdə sizə kömək etməyə hazıram. Birlikdə bu qərarlara etiraz edə, hüquqi yollarla mübarizə apara bilərik. Biz susmamalıyıq, çünki bizim səsimiz duyulmasa, heç nə dəyişməyəcək. Beləliklə, əzizlərim, görürsünüz ki, vəziyyət ciddidir. Bizim hökumət deyəsən ağsaqqallarımızın, ağbirçəklərimizin bu qış necə isinəcəyi barədə çox da düşünmür. Bütün ömrünü bu dövlətə xidmət etmiş, minbir çətinliklə övlad böyütmüş, nəvə nəticə sevmiş insanlara belə bir münasibət ədalətlidirmi? Qazın qiymətini 2 qat artırıb, limitləri ləğv etməklə, onsuz da cüzi olan 300 manat təqaüdlə qışın şaxtasında necə dolanmaq olar? Siz buna layiqsinizmi, əziz təqaüdçülərimiz?